Здравствуйте, дорогие друзья, еще раз. Давайте продолжим. İkinci hissəmizdə biz hüquqşünaslıq haqqında, maraqlı faktlar haqqında danışdıq və onlarla əlaqəli olan mətnə baxdıq. Üçüncü hissəmizdə isə biz həkimlik peşəsi haqqında olan maraqlı faktlara baxacağıq. Mən deyirəm, bu mətn yalan da ola bilər, doğru da ola bilər. Mənlik bir şey yoxdur. Mən bu mətnləri sadəcə internetdən tapıb sizə verirəm. Yəni sizin üçün oxuyuram. Əgər yanlış bir şey varsa, orada hüquqşünaslar və yaxud həkimlər bu haqda yaza bilərsiniz videonun altında. Hər dərsdə mən çalışacağım bundan sonra müxtəlif peşələr haqqında müxtəlif belə maraqlı faktlar tapın və onlar haqqında danışaq. Gəlin ilk öncə lüğətimizə baxaq. Baxaq görək lüğətimizdə nə baş verir. Nerazborçivый. Nerazborçivый sözü anlaşılmaz, qarışıq mənasını verən bir sözdür. Məsələn, əl yazısı ola bilər, çox qarışıq, anlaşılmaz bir əl yazı var və yaxud qarışıq bir durum ola bilər, anlaşılmaz bir vəziyyət ola bilər ki, heç nə anlamırıq, nə baş verir burada, bu durumda, bu vəziyyətdə. Почерк sözümüz xət, əl yazısı, yəni hüsn xət, insanın əl yazısı anlamını verir. Razabrat sözümüz nerazborçivый sifətindən yaranmış, razabrat, anlamaq, baş çıxarmaq mənasını verir. Hansısa bir durumdan, hansısa bir vəziyyətdən baş çıxarmaq, anlamaq mənasında istifadə olunan bir feildir. İzbirjaniye sözü qaçınılma deməkdir. Bu bizim izbeqat feilimiz var. Yəni bir şeydən qaçmaq, bir şeydən uzaqlaşmaq, uzaq gəzmək mənasında istifadə olunan feildir. Onun isim variantıdır izbirjaniye. Karakulya cızma qara deməkdir. Təbii ki, bu əl yazısı, xət haqqında danışılarkən istifadə olunan bir sözdür. Propisivаться. Propisivаться sözümüzün iki mənası var. Əsl mənası harasa qeydiyyata düşmək, bizim propiska dediyimiz söz qeyd olunmaq mənasını verir. İkinci mənası da rəsmi olaraq yazılmaq, yəni qanuni olaraq yazılmaq, qanun kimi qəbul olunmuş anlamını verir. Zaglavny. Zaglavny sözümüz böyük sətir başı. Bu daha çox hərflərlə istifadə olunan bir sözdür. Yəni günlük həyatda zaglavny sözünü adi halda işlədilməzsə, siz bu sözü ancaq hərflərlə işlədə bilərsiniz. Məsələn, böyük hərflə yaz, zaglavny bukva deyirlər. Abixod cari, gündəlik həyat deməkdir. Sürtuk uzun iki tərəfli düyməli pencək mənasını verir. Maraqlı gəlirsə, Google-da sürtuk yazsanız o şəkil açılacaq. Mən gənckən, bəlkə də çox insanlar da gənckən dvuxbortlu pidjaklar deyirlər. Yəni iki tərəfli dvuxbortlu pencək deyə belə bir istifadə edirdik. İki tərəfli düyməli belə uzun pencəklər. Çox uzun deyil, təbii ki, biraz dizimizdən yuxarıya qədər pencəklər dəbdə idi o zamanlar. Sürtuk sözü də həmin o pencəkləri nəzərdə tutur. Переливание köçürülmə deməkdir. Qan köçürülməsi ola bilər, ilik köçürülməsi ola bilər. Обеспеченный təmin olunmuş, imkanlı, zəngin anlamını verir. Отрубленный sözü də balta ilə kəsilmiş, qoparılmış mənasında istifadə olunan bir sifətdir. Gəlin indi mətnimizə baxaq. Baxaq görək mətnimizdə nə haqqında danışılır. Врачебный неразборчивый почерк ежегодно уносит жизни 7000 человек, которые не смогли разобрать рецепт. Yəni, həkimlərin qarışıq əl yazısı xətti hər il deyilənə görə, yəni statistikaya görə 7000-ə yaxın insanın həyatına son verir. Hansı ki, yazılan resepti oxuya bilməmişlər. Yəni, internetdə yazılan bir məlumatdır, mənlik bir şey yoxdur. Во избежание несчастных случаев из-за неразборчивых каракуль в Индии законом прописывается обязанность докторов писать рецепты заглавными буквами. Yəni, belə bədbəxt hadisələrindən qaçılmaq üçün, belə bədbəxt hadisələrin olmaması üçün Hindistanda, yəni bu cızma qaraların olmaması üçün Hindistanda qanun qəbul edilmişdir ki, həkimlər mütləq surətdə reseptləri böyük hərflərlə yazırlar mənasını verir. Yəni böyük-böyük yazırlar, belə ayrı-ayrı yazırlar. Belə bir Hindistanda qanun qəbul edilmişdir. Главный атрибут медика, белый халат, вошел в обиход только в начале XIX века.
həkimlərin əsas atributu, yəni əsas rəmzi olan ağ xalat sadəcə 19-cu əsrin başlanğıcında onların həyatına daxil olmuşdu. Его предложил врач-пediatr Karl Rauchus. Bunu uşaq həkimi Karl Rauchus adlı bir həkim təklif etmişdi. До этого одежда врача ничем не отличалась. O vaxta qədər həkimin paltarı heç bir şeylə fərqlənmirmiş. Обычный сюртук. Dediyimiz kimi uzun, iki tərəfli, düyməli pencəkmiş. И чем грязнее, тем лучше. Это говорило об опыте и популярности его владельца. Nə qədər çirkli olsaymış, bir o qədər yaxşıymış bu pencək. Çünki bu həmin həkimin, onun sahibinin nə qədər çox irəli təcrübəli və nə qədər çox məşhur olduğunu göstərirmiş. Yəni bir o qədər çirkli olması onun bir çox işlə və yaxud bir çox xəstə ilə məşğul olduğunu göstərirmiş. Шприц был изобретен в середине 19 века. İğnə isə 19-cu əsrin ortalarında kəşf edilmişdir, yəni ixtira olunmuşdur. До этого доктора пытались проводить инъекции и переливания с помощью птичьего пера. O vaxta qədər həkimlər iğnə vurmanı və yaxud qan köçürülməsini və yaxud nəyinsə köçürülməsini quş lələyinin köməyi ilə edirlərmiş. Птичьего пера. Quş lələklərinin köməyi ilə edirlərmiş. Çox maraqlıdır. Bunu necə edirlərmiş bilmirəm. Yəni bu haqda məlumat verilmir. Yəni quş lələyini yəqin ki, hər halda orada bir dəlik açıb oradan tökürlərmiş. Первые узкие врачебные специальности появились в Древнем Риме. İlk dar həkim ixtisasları. Dar həkim ixtisasları deyəndə konkret bir, mənim anladığım qədər, konkret bir bölgəni müalicə edən, konkret bir bölgəni tədavi edən peşələr haqqında danışılır. Yəni genel olaraq deyil, məsələn bu logoped ola bilər və yaxud ginekoloq ola bilər və yaxud da stomatoloq ola bilər, mənim fikrimcə, əgər mən yanlışamsa, yenə də və yaxud dermatoloq ola bilər, kardiyoloq ola bilər. Yəni sadəcə bir bölgəni müalicə edən həkimlərdən gedir hər halda söhbət. Первые узкие врачебные специальности появились в Древнем Риме. İlk dar həkim peşələri, ixtisasları qədim Romada yaranmışdır. В древнеримском обществе существовали рабы-медики. Qədim Roma cəmiyyətində kölə, yəni tibb işçiləri var imiş. Belə bir maraqlı bir məlumat. Они были практически у всех обеспеченных граждан. Onlar demək olar ki, bütün zəngin, imkanlı vətəndaşların belə bir kölələri var imiş. Hansı ki, o kölələr sırf o insanların sağlamlığı ilə, yəni tibbi kölələr belə adlanırlarmış hər halda. Первые хирурги были в Древнем Египте. İlk cərrahlar qədim Misirdə yaranmışdır. Maraqlıdır. A первые пластические хирурги в Древней Индии. İlk plastik cərrahlar isə qədim Hindistanda yaranmışdır. Bu da çox maraqlı bir deyimdir. Çünki əgər nəzərə alsaq ki, Hindistan ikinci inkişaf etmiş ölkələr sırasına daxildir. Çünki bilirik, əgər coğrafiyadan birinci inkişaf etmiş ölkələr, ikinci inkişaf etmiş ölkələr, belə bir deyimimiz olmalıdır və Hindistan da geridə qalmış ölkələrdən biri sayılır. Çox təəssüf ki, qədim Hindistanda yaranmışdı ilk plastik cərrahlar gördüyümüz kimi. Они восстанавливали преступникам отрубленные носы. Onlar cinayətkarların kəsilmiş, qoparılmış burunlarını bərpa edirlərmiş. Yəni hər halda yerinə tikirlərmiş. Çox maraqlı bir faktlardır. Mən də ilk dəfə sizinlə bərabər oxudum. Ümid edirəm ki, sizin də xoşunuza gəldi. Bundan sonra hər dərslərdə çalışacağım fərqli peşələr haqqında, maraqlı faktlar haqqında danışaq. Bugünlük bu qədər. До свидания. Берегите себя.